əziz izləyicilər, mən FES Akademinin Kimya üzrə təlimçisi Həşimova Fatimə. Bugün sizinlə növbəti sertifikasiya tipli bir sınağı, deməli, sualın izahını həyata keçirəcəyik. 5 mol natrium kalium ortofosfat sağlayan məluda duzun dissosiasiya dərəcəsi 30% isə əmələ gələn iyonların sayını müəyyən edin. Gəlin əvvəlcə duzumuzun dissosiasiyası prosesini yazaq. Bir mərhələdə dissosiasiya edəcək. Aha, indi birinci variantda 1,5 mol anion alınır. Biz görürük ki, duzun 1 mollu dissosiasiyasından 1 mol anion alınır, yəni mənfikli hissəcik. 5 molundan isə 5 mol anion alınır, düzdürmü? 5 mol anion alınır. Nə vaxt dissosiasiya dərəcəsi 100% olanda? Bu birinci ifadənin müzakirəsidir. Bəs 30% olanda nə qədər olar? X qədər. X də edir 1,5. Deməli, birinci ifadə düzgün ifadədir. Gəlin ikinci ifadəyə nəzər yetirək. 5 mol kation. Kationlar 1 molundan 3 mol alınırsa 5 molundan 15 mol alınmalıdır. 15 mol amma nə vaxt alınır? 100% olan zaman. Bizə lazımdır 30% olsun. 30-da X alınır. X də edər 4,5. Yəni bizə 5 yox 4,5 lazımdır. 2 səhvdir. 3-ə nəzər yetirək. 5 mol ortofosfat iyonu. Yenə görürük ki, 1 moldan 1 mol ortofosfat əmələ gəlsə, 5 moldan 5 mol ortofosfat əmələ gəlməlidir. Nə vaxt? 100% olanda dissosiasiya dərəcəsi. Bəs 30% olanda nə qədər əmələ gələr? X qədər. X də elədi 1,5. Amma bizə 5 veribdir. Cavab 1,5 olmalı idi. 3 səhvdir. 4-ə nəzər yetirək. 3 mol kalium iyonu 1 moluna 2 mol kalium əmələ gəlsə, 5 molundan 10 mol kalium əmələ gəlməlidir. 10 mol kalium nə vaxt əmələ gəlir? 100% olanda dissosiasiya dərəcəsi. Bəs 30%-dən əmələ gələr? X əmələ gələr. X da bərabərdir 3-ə. Həqiqətən də 3 mol kalium iyonu əmələ gəlir. Dördüncü ifadə düzdür. 5-də 1,5 mol natrium iyonu. 1 molundan 1 mol natriumca 5 molundan 5 mol natrium iyonu əmələ gələr. 5 mol natrium iyonu 100%-də. Bəs 30%-də nə qədər olar? X qədər. X də bərabərdir 1,5 natrium. Deməli, 5-ci ifadə də düzdür. Və nəhayət 6-cı ifadəyə baxaq. 6 mol ümumi iyonu. Biz görürük ki, 1 molundan deməli 1, 3 və 4. Deməli, 1 molundan biz görürük ki, 4 mol ümumi iyon əmələ gəldir. Bəs 5 molundan 5 dəfə 4, 20 iyon əmələ gəlir. Amma nə vaxt? 100% olanda dissosiasiya dərəcəsi. Bəs 30% olanda dissosiasiya dərəcəsi nə qədər əmələ gələr iyon? X qədər. X də bərabərdir 6. Həqiqətən 6-cı ifadədə düzdür. Deməli, düzgün cavab 1, 4, 5, 6 A variantıdır. Siz də hər hansı bir mövzu üzrə sual izahı istəyirsinizsə, rəy bölməsində bildirməyi unutmayın.